Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 15 milyard 700,4 milyon ədəd siqaret istehsal olunub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə siqaret istehsalında 15,3% artım qeydə alınıb. Bir qutuda 20 ədəd siqaretin olduğunu nəzərə alsaq, o zaman 11 ay ərzində ölkədə təxminən 785 milyon qutu siqaret istehsal olunub. Məlumat üçün bildirək ki, bu ilin ilk 10 ay ərzində Azərbaycandan xarici ölkələrə 2 milyard 379,1 milyon ədəd siqaret ixrac edilib. İxrac olunan siqaretlərin böyük əksəriyyəti Gürcüstana və Rusiyaya göndərilib. Qeyd edək ki, ötən il Azərbaycanda Azneftdən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan Tabaterra MMC olub. Millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşirin rəhbərlik etdiyi bu şirkət ötən il dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib.